Milli azlıqlardan gələn səs Milli azlıqlardan gəldi. 61 idi, 64 oldu. Bəli, artıq 64. Bundan sonra hara artacaq? 105-dən çox olacaq onda deputat sayı. Yox, 105-dən çox olmayacaq. 105 bölünüb axı bu dəqiqə. 105-dən Yəni çox olmayacaq. 29 bir idi, 12 də bir idi. Və burada bir məsələ də partiya güclü Ermənistan imtina edərsə, o halda məsələsi var. Bir dəqiqə, mən biraz Elçin müəllim, aydınlıq gətirək. hal-hazırki vəziyyətdə Ermənistan qanunvericiliyini bu son hadisələr fonunda bir daha nəzərdən keçirdik və bir sadə həqiqətdir. Hal-hazırki durumda Paşinyanın parlamentdə bəli çoxluğa nail olub, amma konstitusiyon çoxluq deyil. O 5də 3 səslər ondadır, amma 3də 2 səs çoxluğu mühüm bu qərarlar, qanunlar qəbul edilir və xüsusilə də parlamentin deməli referendum keçirilməsi ilə bağlı məsələlər. Ona görə də hal-hazırki vəziyyətdə qanunun tələbinə görə Paşinyanın özünə lazım olan mühüm qanunları və xüsusilə də referenduma getməklə bağlı deməli qərarın qəbuluna nail olmaq imkanı yoxdur. Onun imkanı çatmır. Və belə olan vəziyyətdə onda baxılır versiyalar üzərində. Çünki Paşinyanın məhdum bu tarixin zibilliyinə atılmış məhdum ideologiyasının qarşısında bir ideologiyası yox idi. İndi onun ideologiya kimi tapıblar sülh konsepsiyasını. Paşinyan sülh konsepsiyasından da bu indiki səsləri qazanır. O olmasaydı heç o indiki nəticələr də olmazdı. Bu məntiqlə Paşinyan indi fikirləşir, baş sındırır ki, nələr etsin ki, deməli, həmin o konstitusiyon çoxluq əldə etsin. Bax, siz onun veriliş başlayanda, Elçin müəllim, bəzi məqamlara toxundunuz. Bunlardan biri nə ola bilər? Fikir verirsiniz, seçkilər bitər-bitməz Paşinyan elan etdi ki, o cinayətkar, kriminal, deməli, kriminal bu böyük imkanları, pulu olanlar ki, yoxdur. Oliqarxlar. Sarıkyan haqqında da bayaq dedi ki, mübarizəyə başlayır. Mən ona deyir pul təklif eləmişəm və yaxud da nəsə təklif eləmişəm. Sarıkyan deyir, yetim kimi gəzirdi, yer axtarırdı ki, sırınsın. Axırda tapdı Rusiya. Bax ki, verirsiniz, kriminal bax bu qüvvələrə qarşı mübarizə aparacağım söylüyor və indi artıq Sarıkyana qarşı cinayət işi açılıb. Eyni zamanda onun siyasında birinci yerdə dayanır Güclü Ermənistan partiyası, onun rəhbəri Karapetyan. Karapetyanın artıq partiyasından 6 nəfər namizəd saxlanmış, onun ikisindən bağlı həbs qəti deməli həbs imkanı tətbiq edilib və indiki vəziyyətdə amma onlar həbs olunsa partiya siyasətine görə ayrısı gələcək. Onun arxasında olan onun yerinə keçir. Bəli. İndi burada amma onun səsini ləğv etmək məsələsi mümkündür, mümkün deyil. İndi burada bir şey var da, məsələ ondadır ki, əgər partiyanın rəhbəri bu cür cinayət əməllərində ittiham olunursa, onunla partiyada onun ən yaxın şəxslərin də cinayət əməlində iştirakı ilə bağlı məsələlər sübuta yetirəcəyi təqdirdə, İstintaq Komitəsi bu istiqamətdə işlər gördüyü təqdirdə istisna deyildir ki, yəni bax belə həbslərlə onda bir Ermənistan konstitusiyasına görə parlamentdə 3 siyasi qüvvə olmalıdır. Əgər siz dediyiniz olsa, ümumiyyətlə ləğv olunsa, bu da 29 yer deməkdir. Bəs onda necə olacaq? Demək təkrar seçki. Onda artıq deməli bu halda hesabından onun qanunvericiliyinə görə növbəti seçkilərin keçirilməsi, təkrar seçkilərin keçirilməsi məsələsi gündəməyə. Amma Paşinyanın parlamentdə bir qüvvə olmasa minimum 3 partiya olmalıdır. Minimum 3 siyasi qüvvə. Və belə olan vəziyyətdə nə qalır? Hansı yollar qalır? Mənə elə gəlir ki, bu halda beynəlxalq praktikada belə hallar var. Yəni öz rəqiblərlə danışığa gedirlər və məsələn, Amerikanın Birləşmiş Ştatlarının özündə də demokratlar və respublikaçılarda səs vermə günü yoxdur. Son səs vermədə. Respublikaçı o sivil ölkədir. Ermənistanda yəni sivil ölkənin özündə kimdir ki, Koçaryan və yaxud da Karapetyan nəyəsə razılaşsın? Birləşmiş Ştatlarda seçkiçini seçir. Seçkiçi özü prezidenti seçir. Aydındır. Məsələn, tutaq ki, 54 nəfərdir. Müəllim, buradan gələn məsələdir. Yəni Koçaryan öz başınadır, Karapetyan öz başınadır. Əgər Karapetyan ürəyincə olsa da seçkiyə gəlməzdi. Yəni onlarla danışığa gedib, həmin üzvlərin bəziləri danışığa gedib. Kimlə? Bilirsin niyə görə hansı siyasi qüvvə? Məsələn, elə deməli Köçəryan partiyası ilə. Necə? Köçəryan seçki-qabağı kampaniyası zamanı hamını təəccübləndirən bir fikir söylədi. Dedim, mən əgər baş nazir seçilsəm, Azərbaycan sülh müqaviləsi imzalana bilər. Onunla bu gözlənilməz bir yanaşma idi. Amma bir şərtlə bizə təhlükəsizlik qarantiyası təminatı verilsin. Bu da deməli həmin o məsələdə sözü ağzından çıxıb və mətbuatda da yayılıb. O danışıqlarda tutaq ki, bu addım atır, amma eyni zamanda o təhlükəsizlik məsələləri var. Bu mümkündür.
Bilirsiniz niyə mümkün deyil? O bəyanatı niyə verdi Köçəryan? Köçəryan o bəyanatı ona görə verdi ki, ictimai rəy sorğularında sülh ağır bastığını gördü. Bunu Müharibə Partiyasının lideri kimi təqdim olunurdu və buna səs itirdiyini gördü ki, insanlar bunu qəbul etmir. Ona görə yumşaltmağa çalışdı pozisiyasını, öz münasibətini və sülh danışıqlarına pis baxmadığını, sülh bağlanacağını, heç də müharibə olmayacağını, hətta nə bilim Ermənistana uyğun bir sülh bağlanacağı haqqında bəyanatlar verdi. İndi gəlin biraz məsələləri aydınlaşdıraq da. Mən də Elman müəllim doğru deyir. Seçkilər bizi maraqlandırdığı üçün Ermənistanın daxili mətbəxini, o qanunvericilik mətbəxini araşdırmağa çalışdım ən azından. İndiki konfigurasiyaya görə 64 səsi var. 64 səs konstitusiyon çoxluğu 6 səs çatmır. İki yol var referendumun elan olunması. Ya referendumun elan olunması gizli səs verməyə çıxarılır. Başqa partiyaların nümayəndələri 6 nəfər, 7 nəfər, 8 nəfər hansısa separat danışıqlar vasitəsilə gizli səs vermədə səs verə bilər referenduma çıxarılmasına. Bəli. Bax bu mümkündür. Amma Gizli səs vermədə. Açıq səs vermədə heç kim getməyəcək buna. O birisi partiyaların nümayəndələri. Hətta bunun gizli səs vermə olmasını da istəyənlər də var. Bunun səsi, yəni bu haqda bəyanatlar və çağırışlar var idi. Niyə? Çünki məsuliyyət məsələsidir. İnsanlar deyirdilər ki, bu məsuliyyət məsələsi kollektiv olmalıdır. Kollektiv məsuliyyət isə gizli səs vermə vasitəsilə yaradılır da. Bu bir. Ancaq mənim bir dənə onun təhlükələri var ki, istənilən halda 64 nəfər Paşinyan partiyasına lehinə səs verəcək. Onda ən azı 6 nəfər məlum olacaq ki, ya güclü Ermənistandandır, ya getsinlər axtarsınlar da. Öz daxilində getsinlər axtarsınlar ciddi araşdırmalar. Kim idi? Özləri bilər. Yəni bu Paşinyanı çox maraqlandırmır.